Əgər bu adam 14 yaşında ölsəydi, bugün 2.500.000 körpədə yaşamayacaqdı. Onun qanında isə həkimləri şok edən bir sir gizlənirdi. Bu, qızıl qollu adam ləqəbi ilə tanınan Avstraliyalı məşhur qan donoru James Harrisondur. James Harrison 1936-cı ildə doğulub. 1950-ci ildə 14 yaşında olarkən James Harrison ağır döş qəfəsi əməliyyatı keçirmişdi. Əməliyyat zamanı o qədər qan itirdi ki, yaşamaq üçün başqa insanların qanına ehtiyacı oldu və həmin gecə ona tam 13 litr qan köçürüldü. Qan verənlər könüllülər idi. Bu hadisədən təsirlənən Harrison 18 yaşına çatan kimi özü də donor olacağına söz vermişdi. James 18 yaşına çatdıqda illər əvvəl ona bağışlanan qanları geri qaytarmaq qərarına gəldi. O, bir zamanlar edilən yaxşılığı, mərhəməti qarşılıqsız qoymadı. 2015-ci ildə verdiyi açıqlamada Harrison bildirib ki, əməliyyatdan sonra donor olmaq qərarına gəlib. Bağışlayacağım qanların neçə insanı xilas edəcəyini bilmirdim. Onları heç vaxt tanımadım. Avstraliya Qızıl Xaç qan bağışı bölümünün əməkdaşı Gemma Falkenmeyer, bağışlanan bütün qanlar qiymətlidir, amma James'in qanı xüsusən əhəmiyyətlidir deyib. James Harrison'un qanı daha dünyaya gəlməmiş körpələrinə qarşı aqressiv davrana biləcək hamilə qadınlara nəql edildikdə, həqiqətən həyat xilas edən əlac təsiri bağışlayır. Harrison qan verməyə başladıqdan sonra, həkimlər onun qan plazmasında nadir və qiymətli bir xüsusiyyət kəşf etdilər. Onun qanında anti-D adlı unikal bir antijisim olan antikor vardı. Bu antijisim ana və bətnindəki körpənin qan qrupları arasındakı uyğunsuzluq zamanı yaranan, körpənin ölümünə və ya beyin zədələnməsinə səbəb olan rezus xəstəliyinin qarşısını alır. Qan hüceyrələrinin bir-biri ilə mübarizə aparması səbəbindən körpə dünyaya gəlməmiş tələf ola bilər. Ona görə də qan analizlərində uyğunsuzluq aşkarlandıqda hamilə qadınların qanına anti-D antivirusu yeridilir. Məhz Harrison'un qanından alınan plazma əsasında hamilə qadınlar üçün həyat xilas edən anti-D vaksini hazırlanıb. O, 1954-cü ildən 2018-ci ilə qədər 81 yaşına kimi təxminən hər 2 həftədən bir qan plazması bağışlayıb. Ümumilikdə 1173 dəfə donor olub. 2005-ci ildə ən çox qan plazması verən insan kimi Guinness Rekordlar kitabına düşüb. Qanı o qədər qiymətli sayılırdı ki, bir dövr onun həyatı $1 milyon məbləğində sığortalanmışdı. Maraqlıdır ki, milyonlarla körpəni xilas etməsinə baxmayaraq, Harrison'un ömrü boyu iynədən qorxusu olub və hər dəfə qan verərkən kənara baxıb. James Harrison 11 may 2018-ci ildə Avstraliyanın donorluq üçün müəyyən etdiyi yaş həddinə çatdığı üçün sonuncu dəfə qan verərək təqaüdə çıxıb. O, 17 fevral 2025-ci ildə 88 yaşında vəfat edib. Bugün Avstraliyada olan anti-D donorlarının kiçik qrupu onun başlatdığı missiyanı davam etdirir. Bəlkə də sən bunu sadəcə bir hekayə kimi izlədin. Amma bir şeyi unutma. Bugün xəstəxanalarda sənin qanını gözləyən insanlar var. Onlar səni tanımır, sənin adını bilmirlər. Amma sənin verəcəyin qan onların həyatla ölüm arasındakı yeganə şansıdır. Qan verərək ən azı bir insanın həyatını xilas edə bilərsən. Bəlkə bir ana, bəlkə bir uşaq, bəlkə də gələcəkdə dünyanı dəyişəcək biri. Qan vermək vaxtını almır, səni zəiflətmir, amma birini həyata qaytarır. İndi qərar sənindir.